Handbol üzrə yeniyetmələr arasında keçirilən ölkə birinciliyinə yekun vurulub. AHF Arena İdman kompleksində təşkil olunan yarışda 2010-cu il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar mübarizə aparıblar. Gənclər və İdman Nazirliyi Azərbaycan Handbol Federasiyasının birgə təşkilatçılıqla keçirilən turnirin qaliblərinə medallar və diplomlar təqdim olunub. Nəticələri əsasən oğlanlar arasında Bakı 1 komandası yarışın qalibi adını qazanıb. Bakı 2 ikinci, Qazax isə 3-cü pillədə qərarlaşıb. Qızların mübarizəsində Bakı 1 komandası bütün rəqiblərini qabaqlayıb. Bakı 2 gümüş, Gəncə isə bürünc medallara layiq görülür. Qeyd edək ki, 7-si oğlanlardan, 6-sı isə qızlardan ibarət olmaqla 13 komandanın qatıldığı birinciliyin keçirilməsinə məqsəd handbol idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsidir.